Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş video günü. Deməli, bugünkü tıraşın səbəbkarları olacaqlar yoldaşlar. Keçən dəfəki kimi yenidən bu CS Kosmetik'dan olan bu fırçadan istifadə edirəm. Burada porsuq qılından bir də sintetik qılların qarşılığıdır. Niyə görə məhz bu deməli səbəb var? Ardında gəldikcə başa düşəcəksiniz niyə görə elə seçim oldu. Sabun olaraq belə Huggies adlı, Imperium adlı belə Huggies müəssisəyə aid olan Imperium adlı sabunu istifadə edəcəyik. Yumşaq sabundur. Çox qəşəng qoxusu var, çox super bir qoxu var. Bir növ hansısa bir parfümü xatırladır, amma inansaq buradakı yazılara görə bilirsiniz, bilmirəm. Deməli, yazılarda nədir? Mən burada tərcümə etdim. Deməli, lavandadır, sonra qara zirə, nanə, anis və yaxud raziyana, bilmədim indi ona demək. Bir də mandarin qoxusunun qarşılarıdır. Tərkibi burada butter, shea butter yazılır, yəni qoyun piyindən. Bilmirəm indi nə dərəcədə bir çox ayrı o başqa yağlar da var tərkibində. Bir görək, performansı pis olmamalıdır, yaxşı olmalıdır. Aftershave isə olacaq yenidən həmin bu deməli Huggies adlı, Imperium adlı həmin bu sabuna aid olan qoxuya görə belə bir aftershave. Tiyələr olacaq bizdə yoldaşlar Big Chrome Platinum adlı tiyələr. Niyəsi biləcəksiniz, artıq çox qısa bir zamanda ikinci istifadədə bizdə yenidən deməli mən artıq özümü sınayıram. Görək necə oldu o, yəni ki qırxmağı Titan versiya ilə bu poladdan olan versiya Blackbird'ün nə fərqi var, niyə görə belədir, görək fərq həqiqətən mi var və Big tiyələr ikinci istifadədə artıq yüklənir. Və başlayırıq tez bir zamanda, sizin vaxtınızı almadan, üstünə su almalıydım, almadım, çox təəssüflər olsun. Tez bir zamanda biraz da olsa belə yaxalayayım, biraz sulandı, üstündən yığıram. Sabun çox yumuşaqdır, ona görə düşünürəm tez bir zamanda biz bunun üstündən konsentratı yığacağıq. Çox güman ki artıq yığmışıq. Budur. Və keçirdik bizim bu qabımıza. Köpükləndirmə prosesi burada baş verəcək yoldaşlar. Eyni anda biz çalışaq o bizim üz qırxanımızı da isidək. Bir-iki damcı suyu burada əlavə edək və köpükləndirək. Onu da qeyd edim ki, mən pre-shave olaraq belə bir prarasa, deməli göy rəngində olan bu prarasadan istifadə etdim. Həmişə kimi pre-shave olaraq. Ona görə üzüm biraz ağarıb. Budur yoldaşlar, başlayırız deməli böyümə istiqamətdə 2 günlük saqqal, ikinci dəfə istifadə edirik Big tiyələri, deməli paslanmayan poladdan olan Blackbird üz qırxanı. Olmalıdır aqressiv tıraş, görək nə gəlir başımıza. Tez bir zamanda qıraqları da götürüm və başlayaq yoldaşlar.
Budur yoldaşlar, birinci pərdə sona yetdi. Artıq dəqiq bilirəm ki, deməli bizim bu Poladdan olan Blackbird, bəli, həm tiyə azca olaraq hiss olunur, həm də artıq ilk pərdədən belə hiss olunur ki, hansısa bir mikro, nəysə belə bir sözlə qıcıqlanmaq kimi var. Halbuki Titan versiyada bunlar yox idi. Davam edirik. Deməli, sabunun performansından xoşum gəlir, yəni pis deyil. Kifayət qədər sıxlığı var, sürüşkənliyi yerində, oturmur, qaymaq kimidir, gördüyünüz kimi. Üstəgəl də belə mentol, nəysə belə sərindici bir effekti də var sabunda. Görək yoldaşlar nə gəlir başımıza, deməli ikinci pərdə böyümənin əksinə. Yoldaşlar, artıq əminliklə deyə bilərəm ki, deməli bu paslanmayan Polad versiya, hətta artıq belə fikirlər var ki, yəni fikirləşirəm ki, bunun bu deməli bəzi geometrik belə deyək, o qəbdir, ekspozisiya ayrıdır. Məncə elədir. Başqa cür mən bunu izah edə bilmərəm. Baxın, kifayət qədər aqressiv çapıqlar yetirib. Üstəgəl üzdə, yəni ki, hiss edirəm ki, belə zədələnir üz, yəni ki, qıcıqlanma var və görək ardı nə gəlir. Yoxlayaq. Budur yoldaşlar. Məncə tıraş bitdi. Tez bir zamanda sərin su ilə üzümü yapalayıb qayıdıram sizin yanınıza. Budur yoldaşlar. Tez bir zamanda bunu qaçışdıraq. Süd kimidir, emulsiyadır. Hex Imperium. Bunu üzümə çəkəndə canlanacaq bütün bu xırda çapıqlar, böyük çapıqlar. Əgər varsa. Qəşəng dozatoru var. Məncə kifayətdir. Aha.
Tərkibində deməli dərini qıcıqlandıran bir şey yoxdur bu avtoşevdə. Spirt falan. Amma öz işini görür, sərinləndirir. Belə bir növ yanma hissi var. Üzümdə o deməli avtoşevin effektindəndirmi, nədirmi? Yəni ki, bunlar hamısı var. Və ümumilikdə pis deyil. Biraz yağlı kimidir. Sürüşkən oldu üzüm. Görək quruyacaq. Çox güman ki, balzam kremə daha ehtiyac yoxdur. Belə eynəklərimizi keçirdək gözümüzə və fikirlərimizi deyək. Sabun. Sabunun performansı çox qəşəngdir. Deməli, avtoşevdə olan məqamlar, sərin edici effekti, sonra yumuşaqlıq falan üstə gəlir. Deməli, köpükdən nə xoşuma gəldi, yoldaşları budur. Köpük çox qəşəng köpük alınıb, qaymaq kimidir. Sıxlığı çoxdur. Kifayət qədər sürüşkən, kifayət qədər sıx, kifayət qədər belə deyək, qoruyucu belə deyək, funksiyanı yerinə yetirdi. Fırçanın performansı da çox gözəldir, kifayət qədər yumuşaqdır. Tez bir zamanda köpüğü yaratdı, xoşuma gəldi. Artıq ikinci yoxsa üçüncü dəfə istifadə edirəm. Hələ ki, mənim fikirlərim bu həm fırçadan, sabunu bilmirəm neçənci dəfədə istifadə edirəm. Sabun da pis deyil, çox gözəldir. Performansı çox xoşuma gəldi. Qoxuya söz ola bilməz, super bir qoxu var. Sanki bir bahalı hansısa bir parfümdən istifadə edirsiniz. Çox qəşəng qoxusu var. Çox xoşuma gəldi. Budur bizim fırçamız. Birə-bir bənzəyir deməli porsuq fırçaya, amma tərkibində sintetik qıllar da var. Porsuqla görürsünüz bu əyri-üyrü, bu azca çıxıntılı belə qırağdan çıxanlar hamısı porsuğa görədir. Sintetikdə elə olmur. Budur, bunu qoyaq qırağa. Bu bizim deməli fırçamız haqqında danışdıq, sabun haqqında danışdıq. Sabundan xoşum gəldi. Endirimdə almışdım deyəsən bunların ikisində. Pastor Farmasi'dən. Məhz burada Pastor Farmasi'nin logosu da var. Qoyaq qırağa. Bu qıraqda olan Pastor Farmasi'nin logosudur. Görünən odur ki, bu Həqs müəssisə Pastor Farmasi üçün istehsal edib, Pastor Farmasi isə öz növbədə bizə satdı. Avtoşevi dedim yoldaşlar, yəni ki, əlavə etməyə bir sözüm yox. Emulsiya kimidir, qoruyucu deməli, tərkibində olan nədirsə bir sözlə üzünüzü qoruyur. Bundan sonra balzama məncə ehtiyac yoxdur. Çox yumuşaqdır üzüm. Yoldaşlar, burada bir xırda nəyisə var, qızartı. Sonra nə deyim sizə? Burada bir dənə qızartı. Azca, çox xırda nöqtələr. Amma yəni ki, mən düzdür, belə yuxarısı, aşağısı demək olar ki, təxmini tiraj eyni oldu. Amma belə deyək, komfortluğuna görə mən üstünlük verərəm, yəni bu mənim şəxsi fikrimdir. Mən üstünlüyü verərəm Titan versiyasından. Titan versiyasını üstünlük verəndə düzdür, bir həqiqət var ki, qiyməti də üstündədir. Məhz ona görə mən bu poladdan olanı aldım, titandan olanı almadım. Amma görünən odur ki, həqiqətən də titan versiyası daha komfortludur, daha belə deyək, tiyə hiss olunmur üzünüzdə, yəni üzünüzdə tiyə ilə bu 140-an, yəni çox xoşuma gəldi. Ola bilsin bir məqam var. O ki 3 günlük saqqal idi. Burada 2 günlük saqqaldı, amma düşünmürəm ki, o yəni ki, elə bir belə deyək, böyük rol burada oynadı. Görünən odur ki, belə çapıqların belə deyək, bu mikro olmağı, yəni ki, belə qanama olmamağı. Görünən odur ki, o sadəcə olaraq psixomotik bir məqamdır. Mən artıq öz beynimdə üstünlüyü bu belə deyək, paslanmayan poladdan olan, titandan olan versiya vermişəm, o da buradadır. Artıq buradadır, o da budur. Titandan olan versiya daha çox artıq öz beynimdə üstünlüyü vermişəm. Bunu
belə deyək, loru dildə deyirəm. Yəni artıq alçaltmışam öz beynimdə. Ola bilsin ona görədir bu. Psixomotik məqamlardır yoldaşlar. Belə hal-hazırda hiss edirəm ki, tıraşın səviyyəsi belə deyək də, yəni yekun nəticə demək olar ki, eynidir. Bu çapıqları nəzərə alsaq, yəni çox xırda çapıqlardır. Heç üzə belə siz deyən çıxmayıb. Yəni xırda bir şeylər imiş sən demə. Yəni bu hamısı beynində olan psixomotik məqamlardır. Onu mütləq nəzərə alın. Deməli, əgər yüngül, rahat, tez, manevrli belə deyək, tıraş zamanı düşünmədən belə üzünüzü qırxmaq istəsəz, mən sizə məsləhət görərəm. Məsləhət görə bilmərəm. Bu artıq öz fikirlərimdir. Citat versiya. Yox, biraz belə deyək, sizin təcrübəniz var. Belə deyək, bunun da öz gözəlliyi ondadır ki, siz bu tıraş zamanı tıraşdan həzz alırsınız. Batareya yatır, birazdan bizim kameramız sönəcək. Sonda nə? Deməli, sözlərimi dedim, biktiyələri dedim. Bu məqamda tez bir zamanda sağollaşıram. Çünki indi yatacaq, dayanacaq çəkilişimiz. Ona görə sağollaşmaq. Tez bir zamanda əgər çatdırıramsa, mən sizə deyim ki, videodan xoşunuz gəlsə, like qoyun, bölüşün, komment saxlayın və ən yaxşısı bizim üçün, əgər siz bizim kanala abunə olsanız. Sağ olun, gələn görüşlərə də. Sağ olun.